Bugün böyük qayıdışın əsas prinsipi bu bölgələrin məskunlaşması ilə yanaşı iqtisadi imkanların genişlənməsi, bölgədə məşğulluğun təmin olunmasıdır. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulan və bərpa edilən bütün yaşayış məntəqələrində olduğu kimi, Ağdam şəhərində də bu məsələ bilavasitə dövlətin əsas inkişaf xətlərindəndir. Bugünə qədər həyata keçirilən işlər və qazanılan təcrübə bu prosesin uğurlu nəticələrini görməyə imkan verir. Bugün Qarabağ və Şərqi Zəngəzurda əhalinin məskunlaşması təkcə statistik mahiyyət daşımır. Məskunlaşma ilə yanaşı əhalinin məşğulluğu, iqtisadi yüksəliş və bölgənin cazibə mərkəzinə çevrilməsi günün reallığıdır. Biz Azərbaycanın ikinci ən böyük sənaye parkı, Ağdam Sənaye Parkındayıq. Biz 40-cı ilə qədər 100 minlik bir şəhərin haqqında danışırıqsa, 26-cı ilin sonuna əgər burada bir 15 min adam yaşayacaqsa, yəni növbəti ikinci dövlət proqramında da bir 16-20 min əhalinin köçünü təmin etmək mümkün olacaqsa, mən fikirləşirəm ki, 40-cı ildən daha erkən biz o 100 minlik hədəfə çata biləcəyik. Yəni şəhər gözəl ola bilər, estetik olaraq, tarixi abidələri ola bilər, yaşayış üçün rahat ola bilər. Amma son nəticə etibarilə insanlar çörək pulu qazanmalıdır. İnsanlar öz potensialını reallaşdırmalıdır. Siz qızıldan saray da tiksəniz, insan üçün vacib olan, belə deyək, layiqli, ləyaqətli bir həyat sürməkdir. İşğaldan azad olunmuş ərazilərə köçlə bərabər, qayıdışla bərabər iş yerlərinin yaradılması olduqca vacibdir. Ağdam şəhərində də digər yaşayış məntəqələrində olduğu kimi iş yerlərinin yaradılması, iş güzarı mühitin formalaşması, kiçik, orta sahibkarlığın inkişafı baxımından, eləcə də böyük investorların cəlb olunması baxımından ciddi işlər görülmüşdür. Beləliklə, böyük qayıdış əslində Azərbaycan dövlətinin öz vətəndaşına kompleks yanaşmasıdır. Təsadüfi deyil ki, bu şəhərdə son 5 il ərzində ikinci ən böyük sənaye parkına çevrilmiş Ağdam Sənaye Parkı fəaliyyət göstərir. %90 hektar ərazini əhatə edən park qısa müddətdə formalaşmasına baxmayaraq, artıq regionun əsas sənaye mərkəzlərindən birinə çevrilir. Sənaye parkına sahibkarlar tərəfindən 170 milyon manatdan çox investisiya yatırılıb. Qeyd edim ki, hazırda parkda 30 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Artıq parkda 13 müəssisə fəaliyyət göstərir. Sənaye parkında bu günədək 1000-dən çox daimi iş yeri yaradılıb. Bir məqam xüsusi olaraq vurğulamaq istəyirəm ki, işə qəbul zamanı əsas üstünlük Ağdam və ətraf rayonlardan olan sakinlərə verilir. Bu da regionun məşğulluq səviyyəsinin artmasına xüsusi töhfə verir. Sevda Rüstəmova məcburi köçkün kimi ailəsi ilə birgə Ağcabədi ərazisində məskunlaşıb. Vətən müharibəsindəki böyük qələbənin ardından Kəngərli kəndi bərpa olunduqdan sonra bu kənddə məskunlaşıb. Ailənin məşğulluğu təmin edilib. Sənaye parkında, ayaqqabı zavodunda ayaqqabı etiketləmə, paketləmə ilə məşğulam. 2 ay kursdan keçmişik, 2 aydan sonra imtahan verdik və işlə təmin olunduq. Nəqliyyat bizi evimizdən götürür, işə gətirir. Yeməkxanamızda hər cürə qida ilə təmin olunuruq. 2 övladım var. Kəngərli kənd məktəbində təhsil alırlar. Yoldaşım da işlə təmin olunur. O da işləyir. Hər şey qaydasındadır. Parkda istehsal olunan məhsullar həm daxili bazara çıxarılır, eyni zamanda xarici ölkələrə ixrac edilir. Bugünədək rezidentlər tərəfindən 1,9 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 82 milyon manatdan çox hissəsini ixrac təşkil edir. Bu rəqəmlər azad edilmiş ərazilərdə sənayeleşmə prosesinin artıq real nəticələr verdiyini və inkişafın yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə göstərir.
Ağdam Sənaye Parkı bölgədə sənaye istehsalının genişlənməsinə, özəl investisiyaların cəlbinə və yeni iş yerlərinin yaradılmasına real töhfə verməkdədir. Parkın inkişafı işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusi olaraq vurğulamaq istərdim ki, Zəngəzur dəhlizinin açılması Araz vadisi iqtisadi zonası, sənaye parkı və Ağdam Sənaye Parkının tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Nəticədə yerli və xarici sahibkarların regiona, sənaye parklarına marağı daha da güclənəcək. Bugün onların istehsal elədiyi məhsullardan təkcə biz ixrac eləmirik. Yəni həmçinin bərpa tikinti prosesində də istifadə edirik. Yəni bugün istəyər divar kağızları, istəyir metal konstruksiyalar, müxtəlif məhəccərlər, yanğın söndürmə avadanlığı, tikinti materialları. Bu məhsulların bir çoxu Ağdam Sənaye Parkında istehsal olunur və biz onlardan bərpa tikinti prosesində geniş istifadə edirik.